Salam əziz izləyicilər, Şaiq Həsənov, Heydər Əliyev adına müasir təhsil kompleksinin riyaziyyat müəllimi. Bugünkü dərsimiz paralleqramın sahəsidir. Biz bugünkü dərsimizdə paralleqramın sahəsinin tapılmasının qaydasını öyrənəcəyik. Paralleqramın tərəfinin ixtiyari nöqtəsindən qarşı tərəfin saxlayan düz xəttə çəkilən perpendikulyara onun hündürlüyü deyilir. Qeyd edək ki, burada ona görə qarşı tərəfi saxlayan düz xətt qeyd edirlər ki, hündürlük ola bilər ki, paralleqramın daxili yox, xarici oblasına düşsün. Verilmiş şəkildə B təpəsindən iki qarşı tərəfə perpendikulyarlar, yəni hündürlüklər çəkilmişdir. BY və BF. Paralleqramın hündürlükləri bir-birindən fərqlənə bilər. Məsələn, verilmiş şəkildə BF hündürlüyü BY hündürlüyündən böyükdür. Ümumiyyətlə, yadda saxlamaq lazımdır ki, paralleqramda böyük tərəfə çəkilən hündürlük kiçik, kiçik tərəfə çəkilən hündürlük isə böyükdür. Xüsusi halda, əgər paralleqram romb olarsa, yəni onun tərəfləri bir-birinə bərabər olarsa, onda hündürlüklər də fərqlənməyəcək. Yəni, rombun hündürlükləri bir-birinə bərabərdir. Teorem. Paralleqramın sahəsi onun tərəfi ilə bu tərəfə çəkilən hündürlük hasilinə bərabərdir. Yəni, SABCD bərabərdir AD vurulmuş BY. Teoremi isbat etmək üçün paralleqramın BD diaqonalını çəkək. Məlumdur ki, ABD üçbucağı ilə BDC üçbucağı bərabər üçbucaqlar. Bunu çox asanlıqla üçbucaqların bərabərlik əlamətləri ilə isbat edə bilərsiniz. Doğrudan da AB ilə CD parçası və BC ilə AD parçası bərabərdir. BD isə ortaq tərəf olduğu üçün TTT əlamətinə görə ABD üçbucağı və BCD üçbucaqları bir-birinə bərabərdir. Məlumdur ki, ABD üçbucağının sahəsi 2/1 AD vurulsun BY bərabərdir. Onda ABCD paralleqramın sahəsi bərabərdir 2 vurulsun SABD, o da bərabərdir 2 vurulsun 2/1 AD vur BY, o da bərabərdir AD vurulsun BY. Beləliklə, biz paralleqramın sahəsini taparkən üçbucağın sahə düsturundan istifadə elədik və üçbucağın sahəsini taparaq onun 2 mislini tapdıq. Xatırladıram ki, üçbucağın sahəsi paralleqramın sahəsinin yarısı idi. Beləliklə, teorem isbat olundu. Yazılışı bəzən sadələşdirmək üçün parçaları bir hərflə işarə olurlar. Məsələn, A tərəfinə çəkilən hündürlüyü HA, B tərəfinə çəkilən hündürlüyü isə HB ilə işarə etsək, onda paralleqramın sahəni daha sadə şəkildə yazmaq olar. S bərabərdir A vur HA və yaxud S bərabərdir B vurulsun HB. İndi isə materialı möhkəmləndirmək üçün müəyyən testlərlə məşğul olaq. Test 1. Paralleqramın tərəfləri 8 və 10 cm-dir, onun iti bucağı isə 30 dərəcədir. Paralleqramın sahəsini tapmağa çalışaq. Paralleqramın sahəsini tapmaq üçün B təpəsindən AD tərəfinə BH hündürlüyü endirək. Alınan A, B, H düzbucaqlı üçbucağından istifadə edək. Aşağı siniflərdə keçdiyiniz teoremə görə 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Onda asanlıqla BH parçasının uzunluğunu tapa bilərik. Beləliklə, BH parçası bərabərdir AB-nin yarısına, o da bərabərdir 4 cm. Onda paralleqramın sahəsini çox asanlıqla müəyyən edə bilərik. SABCD bərabərdir AD vurulsun BH, o da bərabərdir O vurulsun 4, o da bərabərdir 40 cm kvadrat. Beləliklə, biz müəyyən etdik ki, paralleqramın sahəsi 40 kvadrat santimetrə bərabərdir. İndi isə daha bir testlə tanış olaq. Paralleqramın hündürlükləri verilib 3 cm və 4 cm, perimetri isə 28 cm-dir. Paralleqramın sahəsini tapmaq tələb olunur. Perimetr düsturuna görə 2 vurulsun A plus B bərabərdir 28. Digər tərəfdən
Sahə düsturlarına görə 3A 4B-yə bərabərdir. Qeyd edək ki, ikinci tənlikdə sahə 2 üsulla tapılıb və bərabərləşdirilmişdir. Verilmiş sistem tənliyi əvəz etmə üsulu ilə həll edə bilərik. Bunun üçün birinci tənlikdən B-ni A ilə ifadə edək. Onda B bərabərdir 14 minus A ifadəsini alarıq. Bunu ikinci tənlikdən nəzərə alsaq, 3A bərabərdir 4 vurulsun 14 minus A bir dəyişənli tənliyini alarıq. Alınan bir dəyişənli tənliyi həll etsək, A bərabərdir 8 sm olduğunu müəyyən edərik. Onda paralelogramın sahə düsturuna görə S bərabərdir A vur HA, o da bərabərdir 8 vur 3, o da bərabərdir 24 kvadrat santimetr. Daha bir testlə tanış olaq. Test 3. Paralelogramın qonşu tərəfləri 12 və 18 santimetrdir. Böyük tərəfə çəkilən hündürlük isə 20 santimetrdir. Kiçik tərəfə çəkilən hündürlüyü tapın. Biz yuxarıda qeyd etmişdik ki, sahəni həm AHA, həm də BHB düsturları ilə müəyyən edə bilərik. Onda AHA bərabərdir BHB bərabərliyi doğrudur. Burada hündürlüyü 20 sm, A tərəfin 18, B tərəfin 12 sm götürsək, onda 12B bərabərdir 20 vurulsun 18 tənliyini alarıq. Nəticədə B-nin qiymətin 30 olduğunu müəyyən edirik. Bununla da dərsimiz bitdi. Diqqətinizə görə təşəkkür edirəm.